Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Ötən gün Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına xoru kino musiqilərindən ibarət konsert keçirilib. Olay yazır ki, gecənin aparıcısı əməkdar artist Dilarə Əliyeva olub. O tədbirin sonunda tamaşaçılara sürpriz edərək eşqin məhəbbətin mahnısı zamanı məhəbbət obrazı ilə səhnəyə çıxıb və əməkdar artist Rafael İskəndərovu səhnəyə dəvət edib. Söz gedən anları təqdim edirik.